Salam uşaqlar. Dəyişən cərəyan dövrəsində tam müqavimət mövzusundan bəzi testlərin izahına baxırıq. Deməli, birinci sualdan başlayırıq. Hansı cihazın iş prinsipi elektromaqnit yüksəlticisinə sızlanmışdır? Təbii ki, transformator. Üçüncü sual. Transformator gərginliyi 220 voltdan 440 volta qədər artırılır. Onun transformasiya əmsalını tapın. Transformasiya əmsalının düsturu U1 bölünsün U2-dir. Və U1 220 yerinə qoyuruq qiymətləri 440 2-də böləcək gedəndir. Belə transformator yüksəldici transformator olur. K vahiddən kiçik olanda yüksəldici olur. Niyə yüksəldici? Çünki sonraki gərginlik əvvəlki gərginlikdən böyükdür. Əvvəl 220 olur, sonra 440. 5-ci sual. Dövr dəyişən xarici elektrik hərəkət qüvvəsinin tezliyi rəqs konturu məxsus rəqs tezliyinin rəqslərin tezliyinə bərabər olduqda kontur və cərəyan şiddətinin məcbur rəqslərin amplitudunun kəskin artması elektrik rezonansı adlanır. D variantı. 7-ci sual. Dəyişən cərəyan dövrəsində gərginliyi artırıb azaltmaq üçün istifadə olunan qurğunun sxemli şərt işarəsi bax bu şəkildədir. Transformator. Sonra 9-cu suala baxırıq. Volt vurulsun, kök altda, farad bölünsün, Henry. Biz bunu müxtəlif formalarda həll edə bilərik. Məsələn, deyək ki, birinci sul bu olsun. Demək ki, yazarıq XL və XC-nin düsturlarını. XL-in düsturu omega L-dir, induktiv müqavimət. Buradan induktivliyi taparıq. XL böl omega. Yəni, bir Henry'nin açılışı olacaq. XL-in vahidi, yəni müqavimətdir də, fərqi yoxdur. İnduktiv müqavimət olsa da, ya nəsə. Omeganın da vahidi 1 böl, hersə yazaq, elə hersə yazaq. Gəldik XC-nin düsturuna. XC-də isə 1 böl omega C-dir. Buradan da C-ni tapaq, farad açaq. 1 böl XC vur omega. Yəni, faradın açılışı olacaq. 1 bölünsün, 10 vurulsun, hertz. Gətirib burada yerinə qoyuram. Volt, kök altında faradın əvəzinə 1 böl 10 vur, hertz. Deməli, XL-in yerinə, daha doğrusu, induktivliyin də yerinə qoyuram. Henry'nin yerinə 10 bölünsün, hertz. Hertz qalxır yuxarı. Hertzlər ixtisar gedir. 1 böl 10 kök altında. 10'un kvadratı. Ondan da kök çıxır 10. Onda olur volt bölünsün 10. U böl R. Bu nə idi? İyni cərəyan şiddətidir. Başqa cür yanaşmalar da var, mümkündür təbii ki. Oradan hansı yanaşma? Məsələn, tam enerjinin düsturları, tam enerjinin sabitliyi düsturundan istifadə edəcəm. LIM kvadrat böl 2, COM kvadrat böl 2. Bu düsturdan da ikiləri ixtisar edəsək, burada i'ni tapsaq, i bərabər olacaq. Yəni, i'ni də deyə bilərik. COM kvadratı bölünsün L. Buradan U kökdən çıxır. Deməli, amperin açılışı olur. Onda belə bir ifadə. Bir amper bərabər olur. Daha doğrusu, amper bərabər olur. Biz burada i'nin kvadratını tapmışdıq. i'nin kvadratı verilmişdi. i'ni tapdıq. Ona görə də kök altda bu C böl L olur. Hamısı kökün altında olur. Amma U kökdən çıxır. Olur volt bölünsün. Volt vurulsun, daha doğrusu. Kök altda farad bölünsün, Henry. Yəni, bu cür enerjidən də gedib həmin nəticəni ala bilərsiniz. Yevəndir. Növbəti sual, 11-ci sual. Transformatorun ikinci dolağındakı sarğıların sayını sabit saxlayıb, birinci dolaqdakı sarğıların sayını 3 dəfə azaltdıqda transformasiya əmsalı. Transformasiya əmsalının düsturu N1 bölünsün N2-dir. İkinci dolaqdakı sabit saxlayıram, N2 sabitdir. K N1 ilə birinci dolaqdakı sayla düz asılıdır. Deməli, 3 dəfə azalanda 3 dəfə azalacaq. Yəni, Y variantı. 13-cü sual. Transformatorun transformasiya əmsalı 2 olan boşuna işləyən transformator birinci dolağında gərginlik verilib. O 1 bərabər 220 sinus 300 D qanunlar dəyişir. Onun ikinci dolağında gərginlik zaman asılı tənliyi hansıdır? Deməli, ikinci dolaqdakı tənliyi tapmaq üçün U1 bölünsün U2 düsturuna müraciət edib U2-ni tapmaq lazımdır. U2 də bərabərdir U1 bölünsün K-ya. U1 də bizdə 220 volt verilib. 220-ni bölürəm K-ya, yəni 2-yə. 110. Deməli, olacaq 110 və eyni harmonik qanunu dəyişəcək. Transformatorda tezlik sabit qalır. Deməli, ona görə də U2 bərabər 110 sinus 300 T qanunla dəyişəcək. 15-ci suala baxırıq. Məcbur rəqslərin tezliyi rezonans tezliyindən 3 dəfə çox olarsa. Məcbur rəqslərin tezliyi, bir dəqiqə. Yəni, məcbur rəqslərin tezliyi deyirsə, deməli, məcbur rəqslərin tezliyi omega 3 dəfə böyükdür məxsusi tezlikdən, rezonans tezliyindən. Yəni, 3 dənə omega 0-dır.
Bizə verilənlərdən başqa nə verilib? Deyir, rəqs konturu. Rəqs konturu nədən ibarətdir? Kondensator və sarğacdan ibarətdir və bunlar bir-birinə ardıcıl birləşdirilir. Ardıcıl birləşmə olduğuna görə i sabitdir. Bizdən soruşur ki, rəqs konturunun sarğacındakı, yəni bu L olan yerdəki və bir də kondensatordakı gərginlik amplitud qiymətlərinin nisbətini tap. U L-in U S-yə nisbəti. Deməli, nə edirik? Birinci düstur seçirik. U L bərabərdir. I vurulsun XL. XL. UC bərabərdir. I vurulsun XC. Və bunları tərəf-tərəfə bölürəm. UL böl UC bərabərdir. IXL bölünsün IXC. İ'lər gedir. Ardıcıl birləşmə sabit. XL-in yerinə omega L. XC-nin yerinə isə 1 bölünsün omega C. Omega qalxır yuxarı olur. Omega kvadrat LC. Və biz bilirik ki, rezonans tezliyinin düsturu 1 bölünsün kök altda LC-dir. Və mən onda belə eləyə bilərəm ki, bu eləcə sadəcə LC-dir. Omega 0 kvadrata yüksəlsəm, elə 1 böl LC qalar. Onda LC-nin yerinə qoyaram, LC-nin əvəzinə qoyaram. Yazım bura, sonra əvəz edeyim. UL böl UC bərabərdir. Omega kvadrat, LC-nin əvəzinə qoyuram, 1 bölünsün omega 0-ın kvadratı. Və eyni zamanda şərtdə verib ki, omega 3 dənə omega 0-dır. Qoyuram 3 dənə omega 0-ın kvadratı, kvadrat bölünsün omega 0-ın kvadratı. Omega 0 kvadratlar getdi, amma 3-də kvadrata yüksəldiyinə görə cavab olacaq 9. Yəni, burada diqqət yetirin ardıcıl birləşmə olduğuna və sabit olduğuna. Sonra 17-ci sual. Transformatorun birinci dolağındakı cərəyan şiddətinin qiyməti 0,5 amper, gərginlik U1 220 voltdur. İkinci dolaqdakı cərəyan şiddəti 11 amper. I2 yazaq buna. I2 bərabərdir 11 amper. I2 bərabərdir 11 amper. U2 isə 9,5 volta bərabərdir. Transformatorun faydalı şəmsalı soruşulur. Transformatorun faydalı şəmsalı P2 böl P1 vurulsun 100%-dir. P2-nin əvəzinə I2, U2 bölünsün I1, U1 vuraq 100% yaza bilərik. Gətirib yerinə qoyuram qiymətlərini sadəcə olaraq 11 vurulsun 9,5 bölünsün 220 vurulsun 0,5 vuraq 100%. Bu onsuz da 220-ni 0,5-ə vurmaq, elə bil ki 2-də 1-ə vurmaq, yarıya bölmək deməkdir. Burada 110 qalacaq, 110. 110 ilə bu ixtisar gedəndə 11-lər gedir, aşağıda 1 10 qalır. 1 10 da buradan ixtisar gedir. 9,5 vurulsun 95%. C variantı. Gəldik 19-cu suala. 19-da deyir ki, rəqs konturunda cərəyan şiddətinin amplitud qiymətinin xarici gərginin dövrü tezliyinə asılı qrafiki verilmişdir. Rezonans anında sarğacdakı gərginin amplitud qiymətini soruşur. UM soruşur. Gəlin qırmızını göynə yazım. UM bərabərdir. IM vurulsun. Sarğacda XL. IM vurulsun. XL də düsturu omega L. Baxa görə bizə nə yoxdur, nə var? Deməli, L induktivliyi yoxdur, amma kondensatorun elektrik tutumu var. Omeganın düsturu 1 böl kökdə LC-dir. Və gətirib omega 0 rezonans üçün də. Burada da rezonans baş verir, amplitud kəskin artır. Buradan da biz kvadrata yüksəlsək, omega 0 kvadrat 1 böl LC, L-i tapsaq, 1 bölünsün omega 0 kvadrat L. Gətirib burada yerinə qoysaq, alarıq IM vurulsun, omega vurulsun, 1 böl omega kvadrat L, omega 0 kvadrat L. Omega ilə bu omeganın biri gedir, çünki rezonans baş verib, omega ilə omega 0-a bərabərdir. Onda olur IM bölünsün, omega L, omega 0 L. Rezonans tezliyi var 2-dir. Gətirib yerinə qoyuruq. IM neçədir? 0,4 bölünsün 2, 10 üstü 3. L də induktivliyi də nə qədər? İnduktivliyi də bircə dəqiqə. Mən orada induktivliyi tapdım. Amma mən burada səhv yazmışam. S yazmalıydım. Hə, tutumdur, bağışlayın. Hə, o S də nə qədərdir? 20 mikrofaraddır. 20 vurulsun. Mikro onsu mənfi 6-dır. O da müsbət 6 kimi qalxır yuxarı. Birbaşa yazıram. Və ixtisarlarınızı eləyirsiniz. Onsuz da altdan birini verirəm, bura olur 4. 4 ilə bu, ya ikisini verirəm, onsuz da 4-ü qalır. Və buradan ixtisar gedir 40-lar. Qalır 10 üstü 4-də 10 3-ə böləndə cavab 10 olur. C variantı.
Yəni hesablamanı çalışın, özünüz edin, heç baxmadan özünüz edin. 21-ci sual. Transformatorun ikinci dolanda sarğıların sayını sabit saxlayıb, transformasiya əmsalını 2 dəfə artırmaq üçün nə etmək lazımdır? Deməli, K-nın düsturunu yazıram. U1 bölü U2, epsilon 1 bölü epsilon 2, N1 bölü N2, I2 bölü I1. Bu düsturlardır. Sarğıların sayı deyir. Sayı deyirsə bu düstura müraciət eləyək. K bərabərdir N1 bölü N2. İndi birinci demək, ikinci dolaqdakını sabit saxlayıramsa, K N1-nə bayaqki sualdandır. N1 ilə düz asılıdır. Deməli, ikinci dolaqdakı sayı dəyişmədən əmsalı 2 dəfə artırmaq üçün birinci dolaqdakı da artırmaq lazımdır. Birinci dolaqdakı sarğıların sayını da 2 dəfə artırmaq lazımdır. 21B. Növbəti 23. K yenə də sarğılarla sayla olan sualdır. Transformator birinci dolaqdakı sarğıların sayını dəyişmədən transformasiya əmsalının 2 dəfə azalması üçün birincini sabit saxlayıram. Bunun 2 dəfə azalması üçün N2 ikinci dolaqdakı sayı 2 dəfə artırmaq lazımdır. Yəni Y variantı. 25-ci sualda deyir ki, bizə deməli transformatorlar üçün uyğun bəndləri Euler-Venn diaqramında müəyyən edin. Yüksəldici transformatorda K vahiddən kiçik olur. Deməli, yüksəldici transformatorda gərginlik artırılır. 2 gedir bura. 2 gedir bura. Yəni 1-ə. 2 gedir 1-ə. Sonra davam edirik. Deməli, seçdik 1-ə 2-ni. Sonra deyir ki, hər iki sarğaçda dəyişən cərəyanın tezliyi eynidir. Bu doğrudur, çünki transformator tezliyin sabit qiymətində işləyir. Deməli, onda 3-ü ortaya seçək. 3-ü ortaya seçək. 3-ə seçək yəni. Sonra birinci sarğacdakı dolaqlarının sayı ikincidən azdır. Yüksəldicidə bəli, ikinci daha çox olur, birinci az olur. Deyir ki, bizə də birinci ikincikindən azdır, ikincidəkindən. Deməli, bura 4-də gedəcək. Qalır cərəyan şiddəti artırır. Cərəyan şiddətini artırır. Hansı transformator? K-nın düsturu I2 bölü I1 idi. Deməli, alçaldıcı transformator K vahiddən kiçikdir. Cərəyan şiddətini artırır. Bəli. Yüksəldici transformator gərginliyi artırır. Alçaldıcı transformator isə deməli cərəyan şiddətini artırır. Ona görə də 5-i bura seçirəm. Deməli, onda gəldik bura. Transformasiya əmsalı vahiddən böyükdür. Bəli, alçaldıcı transformatora aiddir. Cavab çıxır nə? Deməli, 1-ə 2, 4, 2-yə 1, 5. Bəli, A variantı 25-də A olacaq. Sonra davam edirik. 27 sonuncu sual. Deyir ki, dövrdəki kondensatorun tutum müqaviməti, yəni bunu verib bizə 30 ohm, rezistorun aktiv müqaviməti 50 ohmdur. İnduktiv müqaviməti hansı qiymətində ampermetrin göstərişi maksimum olar? Ampermetrin göstərişin maksimum olması üçün XL XC bərabər olmalıdır. Onda induktiv müqaviməti soruşursa elə bizdən 30 seçirik. 30 ohm. Cavab olacaq 30 ohm.